ey felək zülmünə yandır. Bu necə dövri zamandır ki işim mahü fəğandır. Məni yandırma amandır, gözümün əşki rəvandır. Ürəyim dop-dolu qandır, hamı gən mən bu yamandır ki neçə əhli qələmlər buraxıb canıma qəmlər, qarışıb dərd bəhəmlər. Ürəyim indi vərəmlər, qəzetə, jurnala bu küfr işiyəmlər. Necə cürətlərə qəmlər, yazıb İslamə sitəmlər. Eləyirlər ki gərə aləmi İslamda, hər ölkədə, hər şəhərdə dinari dirəmlər. Saçılı məktəbi, nisvan açılıb qız balalar məktəbə hazır olalar, elmdə mahir olalar, fəzdə bahir olalar. Başdan ayağa geyələr don gedələr məktəbə 10-10 tutalar. Şiveyi bidə toxuyub nəflə hikmət alalar. Dərsi təbabət bilələr, cümlə kitabət edələr. Yazmağa adəti tə ismət batayıfət, aman eyvah. Hay Allah, bu qövüm oldu nə gümrah, bu nə şiveyi ikra, bu nə zümreyi bədxah. Salıb aləmə pərxaş, bular lal ola ey kaş, düşə başlarına daş. Xudaya bu nə güftar, nə rəftar, nə murdar, nə biyar. Fənəkarə bizi sövq eləmək fikrinə amma da olublar. Qıza lazımdır əgər bilmək, o da ev işi, paltar tikişi, köhnə yumaq, yundaramaq, don yamamaq, səhnü səranı süpürüb, qasanı qabı üfürüb, küftə kələm dolması, mət halvası, ət bozbaşı, yalobyalı aş, bir dəxsi təndir lavaşı eyləməyindəndir ibarət ki, əgər bunları da bilməsə eyb eyləməz, ancaq qıza əl lazım, əli 1-2-3 məsələni bilməyidir, bilsə olur əmrə kifayət. Biri oldur ki gəlin getdiyi evdə bacarıb qaynataya, qaynanaya çımxıra bilsin ki ona söz deməyi, etməyə bir kimsə də cürət. Biri də qaynı ilə sahibi mabeyninə bir hadisəyi təfriq edir, kim ona dairi də hilət. 5-3 gündə çox ildən qazanılmış bu qədər mer məhəbbət ola təbdiliyə davət. Biri həm axırı ən ümdəsi, damda bacanın həm xoxunu xortanın adlarını bilək gərək səyyədə övrət. Nə qədər faydası var bu işin, gər ola diqqət ki əgər ağlıya, yayınki də cəlliyə də bir tif nəhayət. Anası söyləsə bu adları fil fövrədər övladını rahət və qalar əqli səlamət, başı çəkməz də məlamət. Salıb aləmə pərxaş, bular lal ola ey kaş, düşə başlarına daş. Xudaya bu nə güftar, nə rəftar, nə murdar, nə biyar. Fənəkarə bizi sövq eləmə fikrinə amma da olublar. Salıb aləmə pərxaş, bular lal ola ey kaş, düşə başlarına daş. Xudaya bu nə güftar, nə rəftar, nə murdar, nə biyar. Fənəkarə bizi sövq eləmə fikrinə amma da olublar.